Dostlar, dünya çalxalanır. Bu Epstein meselesi bütün dünyanı belə də qovurub, yandıb, yaxdırır. Hətta bizdə burada İngiltərədə baş nazirin istifası gözlənilir bu həftə. Təbii ki, Azərbaycan hakimiyyəti ilə müqayisədə bunlar o abırlı insanlardır, tərbiyəli insanlardır. Fəaliyyətlərində rəsmi nöqsan otağa çıxan kimi, ictimai qınaq bulan kimi dərhal istifa verirlər. Siz bilirsiniz, keçənlərdə Daxışlar naziri bir kəlmə sözünə görə istifa verdi. Böyle bir jurnalistin çağırışı ilə. Nədir? Dedi ki, bu kütlədə çıxan adamlar terrorsudlar. Fələstin xalqına dəstək mitingi keçirirdilər. Daxışlar naziri dedi ki, bu adamlar hamısı terrorsudlar. Daha məşhur bir jurnalisti var. Canlı efirdə, efir gedə-gedə efirin bir hissəsində durdu. Dedi ki, mən bura qədər aldığım əmək haqqıya görə filan kanalın əməkdaşı kimi üzərimə düşəni borclu olduğumu dedim. Amma bu andan sonra isə öz sözümü deyirəm. Və başladı müraciət eləməyə birbaşa həmin o Daxışlar nazirinə ki, sənin bu hərəkətin qanuna ziddir, bu İngiltərə xalqına hörmətsizlikdir, o kütlələrə çıxan insanlar hamısı İngiltərə Birləşmiş Krallığın vətəndaşlarıdır, sən onlara terrorçu deyə bilməzsən, onlar insan olduqlarına görə, bəşəri dəyərləri müdafiə etdiklərinə görə hörmətə layiqdirlər. Onlar terrorçu İsrailin qanunsuz hərəkətlərinə və cinayətlərinə qarşı etiraz edirlər, soyqırımına qarşı etiraz edirlər, ona görə də sən istifa verməzsən, o da istifa verdi. Azərbaycanda İlham Əliyevin özünün, nazirlərinin 1000 dənə cinayətlərini ifşa xeyri yoxdur. Mən 2-3 gün ondan qabaq Türkiyə mətbuatında belə izləydim, belə bir məlumat eşitdim. Türkiyə dövlət orqanları çox böyük qürurla, fəxrlə iddia edirlər ki, 2026-cı ilin yanvar ayında Türkiyə dövlətinin 90 milyona qədər insandır, səhv eləmirəmsə, Türkiyə dövlətinin xarici ticarət dövriyyəsi 550 milyon artıb, ya 500 milyon artıb. Bunu da böyük bir uğur kimi təqdim edirlər. Məni gülmək tutdu. Məni gülmək tutdu ki, Türkiyə boyda bir dövlət bir ay ərzində 500 milyon əlavə xarici ticarət dövriyyəsinin artması ilə qürur duyur, fəxr edir. Bunu böyük uğur kimi Türkiyə vətəndaşlarına, öz seçicilərinə təqdim edir. Onlar bilmirlər ki, Azərbaycanda elə adam var ki, bir gündə 500 milyon qoyur Türkiyədə otelə. O da İlham Əliyevin qızlarıdır. İlham Əliyevin ailəsi də arvadıdır, Mehriban Əliyev. Bir gündə 500 milyon euro. Təsəvvür edirsiniz, Türkiyə dövləti sevinir ki, 500 milyon nəsə artıq iş görüb də mal satıblar xaricə. Biz Azərbaycanda bir adam bir günə, bir ayla, bir saata bir imza ilə tırıb getdi 500 milyon falan otelin aldım, yeyirəm. Ölkəni belə dağıdırlar, dostlar. Bu qədər fakt çıxdı ortalığa. İstifa verən oldu mu? 80 kilo qızıl tutdular. Azərbaycanlı məmurdan Türkiyədə. İstifa verən oldu mu? Nazirliyin binasında birbaşa pornografik filmlər çəkildiyi ayıldı. Aydın oldu ki, sübut olundu ki, məxfi idarənin rəisi olan qadın fahişəli ilə məşğuldur. Ailəli ərli qadın. Və onu da bu fahişəliyə cəlb edən dövlət məmurudur. İstifa verən oldu mu? Yox. Ya hansısa müxaliflərin yatağını gizli videoya çəkən, onları şantaj edən Daxışlar Nazirliyi, nə bilim, Dövlət Təhlükəsizlik Xidməti istifa verdilərmi? Yox. Mehriban Əliyevanın əziz vətənlər, ölkənin necə talaması ilə bağlı, Heydər Əliyev Fondunun milyardları necə dağıtması ilə bağlı minlərlə fakt çıxdı ortalığa. İstifa verən oldu mu?
Bunu göstərir ki, Azərbaycan idarə edən insanlar həm də əxlaqsız və tərbiyəsiz insanlardır. Buradan sən dövlət ərkanına yaraşan hərəkət gözləmə. Mənə siqnal ver, mən nəsə edeyim. Hamı boş şeylərdir, dostlar. Aldanmayın. Baxın, bizim ekranda siz görürsünüz. İndi bir tane Məhəmməd Əmin Rəsulzadədir. Bu tərəfdə isə Namizəd Səfərov. Namizəd Səfərov 70 yaşında şərlənib həbs olunub. Hamımıza da salam göndərir. Şükür Allaha, sağlamlığı yerindədir. Baxmayaq ki, müəyyən xəstəlikləri də var. Amma əsas odur ki, Namizəd bəyin ruhu yerindədir. Namizəd bəy gülür. Gülür bu şeylərə ki, bu adamların başqaraq olub. Xalq parlamentinə qarşı açıq mübarizə apara bilmirlər. Çünki əsas qüvvə xaricdədir. Gör, buradakıları məni tutmaqla, həbs eləməklə, məni şərləməklə bunu qarşılana bilərlər. Boş şeydir. Namizəd bəy xəbər göndərib ki, tam mənası bir şeydir. Mən bu şeydə gerçəkləsi deyiləm. Bunların dediyi şərtləri qəbul eləsi deyiləm. Ömrümü yaşamışım, 70 yaşım, bundan sonra yaşamasam da öldürsünlər məni. Amma Azərbaycan xalqı xalq parlamentinə dəstək verməlidir və mübarizəni axıra kimi aparmalıdır. Mənə deyib şərləsinlər. Boş şeydir. O da mən nə tanıyıram, nə ona pul almışam. Kim nə qələt eləyir, özü bilər, gelsin işlərini görsünlər. Hakimiyyət belədir, dostlar. Bu hakimiyyətdən də xilas olmaq bizim bir nömrə vəzifəmizdir. Əziz vətəndaşlar, bugün bizim verişin adından görürsünüz ki, Ali Məhkəmə Mülki Məcəllənin 339.1-ci maddəsini qüvvədən saldı. Bu barədə danışacağıq və Xanlar Vəliyev sevindi. Soruşa bilərsiniz ki, nə baş verir ki, Xanlar Vəliyev sevinib? Əziz vətəndaşlar, siz Vaqif Abdullayevi, kapitan Vaqif Abdullayevi hamınız tanıyırsınız. Tərtər işlərinin araşdırılması zamanı çox böyük xidmət göstərib cinayətin açılmasında, cinayətkarların ifşa olunmasında. Vaqif Abdullayevlə bağlı baş verən bir hadisə o qədər qeyri-adidir ki, açığı deyim, mən öz təəccübümü çox şeylə görmüşəm. Hər dəfə mən fikirləşirəm ki, bundan daha təəccüblü şey ola bilməz. Daha nə ilə təəccübləndirə bilərlər? Yəni, Tərtər boyda cinayətdən sonra, nə bilim, Eurovision kimi... Eurovision əslən vətənlər, yerə gəlmişkən deyim ki, o cinayət hələ araşdırılmayıbdır, hakimiyyətin cinayəti. Araşdırılmayıbdır, orada baş verənlər Azərbaycan xalq dəqiq bilmir. Ki, nə baş verir, baxı, bu Eurovision'dakı adamlara, əslən vətənlər, ömürlük cəza veriblər, Kişilər. Ömürlük cəza veriblər. Nəyin üstündə? Bax, o zamanlar nə eləmişlər ki, sən onlara ömürlük cəza verirsən. Onlar sadəcə olaraq Azərbaycanda, Bakı şəhərində hansısa azlığın para keçirməsinin əleyhinə çıxıb. Arkadaş, istəmirik ki, biz öz hərəkətinizi, öz əxlaqınızı, o sizin üçün normaldır, xoşdur. Özü bilərsin, bir söz demirik, amma sənin haqqın yoxdur ki, öz davranışını zorla çıxarıb nümayiş etdirəsən, mənim övladımı təsir edəsən. Bu da mənim haqqımdır. Sən ola bilsin ki, mən burada istəmirəm adlarını çəkəm, nə bilim, deyəm bu şeyləri. Bir söhbətin nədən getdiyini bilirsiniz. Ümumiyyətlə, elementar bir normadır da, bu dəfələrlə bu təkrarlanıbdır, tez deyirim, mən də deyirim efirdən. Sənin hüququn və mənim hüququm sənin hüququnun başladığı yerdə bitir. Hüquq istədiyini eləmək deyil. Hüquq dövlətin, cəmiyyətin, Allahın müəyyən etdiyi qaydalar çərçivəsində sərbəst seçim imkanıdır. Aydınmı? Dövlətin, birinci bir Allahın, çünki bütün qayda qanunlarımız Allah qoydu bu yer kürəsində, bəşər övladına. Allahın, dövlətin və cəmiyyətin. Niyə dövlət və cəmiyyətin? Çünki elə qaydalar var ki, o qaydalar normativləşdirilmir. Yəni, dövlət tərəfindən onu normalarla nizamlamırlar. Böyük gələndə, nə bilim, kiçik ayağa qalxa, ya xəstəyə yer verməlisin. Belə şeyləri qanununa yazılmır. Bunlar cəmiyyətin özü müəyyən etdiyi normalardır. Qaynanaya hörmət, qaynatıya hörmət, gəlinə qayğı göstərmək, gəlini qorumaq,
Bunlar hamısı Azərbaycan xalqının dəyərlər sistemidir, amma bu qanunda yazılmıyor bu şeylər. Bütün bu qaydalar bizə yaşamaq üçün lazımdır. Amma bu o demək deyil ki, mən dövlətin, Allahın, dövlətin və cəmiyyətin müəyyən etdiyi qaydaları istədiyim yerdə, istədiyim formada istifadə edə bilərəm. Yox. Əsas prinsip odur ki, sənin hüquqlarından istifadə etmən başqasının hüququna mane olmasın. Buradan biri də əxlaq, davranış, ailə münasibətləri, şəxsi münasibətlər və s. Yəni insanların özünə, şəxsinə aid olan hərəkətlərin ictimaiyyətin gözü qarşısında edilməməsidir. Misal üçün, sənin evlənmək hüququn var. Sən ailə qurmaq hüququn var. Amma bu demək deyil ki, sən gəlib parkın ortasında arvadınla üzr istəyirəm burada yatasan ki, mənim hüququm var da, mənim həyat yoldaşımla evlənirəm, mən belə evlənirəm. Yox, belə olmaz. Sənin təhsil hüququn var. Bu demək deyil ki, sən gələsən, başqa bir adamın deyək ki, oturduğu, oxuduğu bir, məsələn, stolu bir universitetdə, təpilib atasan, ya mənim də oxumaq hüququm var da, mən gəlmişəm, oxuyuram burada, heç imtihan da verməmişəm, bir şey eləməmişəm. Sənin təhsil almağın üçün dövlət müəyyən qaydalar müəyyənləşdirir ki, başqasının hüququnu pozmayasan. Gedib kitabxanada kitab oxuyursan. Sənin kitabxanadan kitab almaq, istifadə etmək hüququn var. Ancaq bu demək deyil ki, sən kitab alıb, otursan kitabxanada başqalarının o işinə, oxumağına mane olasın, ucudan qışqa başlayasan, ya telefonla danışasan, ne eləyəsən ki, mənim hüququm var da. Kim sadı nə demək istəyirəm? Eurovision məsələsində bizim gənclərin etirazı nəyə yönəlmişdi? Konkret olaraq ki, qardaş, sənin bu hərəkətin ki, para keçirmək istəyirsən, əxlaqsızlıq ki, mənim nəzərimdə əxlaqsızlıq kimi bildiyim şeyi sən normal hesab edə bilərsən. Bu sənin haqqın, hüququn, bir söz demirəm. Mənə xoş deyil və istəyirəm ki, sən o davranışını mənim övladıma göstərtmə xahiş edir. Bir evində 4 divan arasında qələt edirsən, özün bilərsən. Aydındır. Bunu tələb edən adamlara ömürlü həbs veriblər. Ömürlü həbs. Çünki onlar dövləti devirmək istəyiblər. Həmin İlham Əliyevdir, dostlar. Sonradan da dedi ki, siz hansı Avropaya istəyirsiniz biz gedək? Kişi ilə kişinin, qadınla qadının və hələ mənə ağzımı açdırmayın, başqa şeylər deyim. Yazı gəlir. Həmin İlham Əliyevdir. Bu adam əslən vətəndə dədəsi kimi heç bir yox səmimi deyil. Bu adamın dediyinə yox, əməllərinə baxın. Onun dediyi bu nağıl boş söhbətlərdir. Onun əməllərinə baxın siz. Bu adam doğrudan da dediyi kimi güya milli dəyərlərin, əxlaq adət-ənənələrin qorunmasının tərəfdarıdırsa, güya özü dediyi kimi Avropadan ona görə gedir ki, orada belə şeylər var və sonunda Eurovision'da həmin şeylərə qarşı etiraz edən Azərbaycan gəncləri nəyə görə ömürlük həbsxanaya salıb?